Prezident mükafatçısı Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Talih Yahyayev. Hoş geldiniz. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil Gülnar Həsənova. Hoş geldiniz. Nevrolog, epilepsiya və eflicilər üzrə həkim mütəxəssis Hüseyin Sultanov. Hoş geldiniz. Nərgiz Klinikasının rəhbəri Məlahət Qəhrəmanova. Hoş geldiniz değerli doktorumuz. Hər birinizi salamlayırıq. Məlahət xanımı da görmək xoşdur bugün studiyamızda. Çoxdandır yox idiniz. Bir həftə gəlmədiniz, darıxdıq sizdən ötürü. Neçə gündür ki yox idiniz. Neçə müddətdir ki yox idiniz. Deyim, bir həftə oldu da, bir həftə olmadınız aramızda ama xoş gördük sizi. Həmişə 10 gün. 10 gün. Salamlayırıq sizi də. Və az öncə bir görüntünü gördünüz. Bizim Füzulinin səhhəti ilə bağlı ciddi bir problemi var. Biz həkim də dəvət elədik, hələ veriliş başlamamışdan. Çox sağ olsun təbibə, 103 xidmətinə, təcili tibbi yardıma təşəkkürümüzü bildiririk. Mən istəyərdim ki, oraya yaxınlaşan bir doktordan soruşum görüm nədir məsələ, nə ilə bağlıdır bu məsələ. Əslində bir neçə gündür ki, ürəyindən şikayətləri var, ürək nahiyəsindən. Deyir ki, burada ağırlıq var, ürəyim ağrıyır, elə hiss eləyirəm ki, nəsə bir qoluma vurur, ayağıma vurur, belə bir problemi var. Bilmirik, indi sinir mənşəli də ola bilər, əslində ürək problemi də ola bilər. Çünki son günlər çox gərgin, əsəbi, həyəcanlıdır və sabah da məhkəməsi var. Gülnar xanımla bərabər gedəcəklər. Bəlkə onun da bir panik atakı, bir həyəcanı, bir stresi var, ola bilər. Salamlayıram hər birinizə, axşamınız xeyir olsun. Bir neçə gün öncə də, dünən də mən Füzuli ilə əlaqə saxladım. Öncədən də bildirdik ki, məndə belə problemlər var. Elə biz bununla da bağlı məhkəməyə bildirəcəyik, müraciət edəcəyik ki, aliment hissəsində də köməklik olunsun. Çünki adamın səhhəti normal deyil, iş qabiliyyəti, bugünkü gün iş fəaliyyəti olmayacaqdır. İş qabiliyyəti olmayacaqdır və yəqin məhkəmələrimizdə bunu nəzərə alacaqlar. Sabah ayın 25-i dekabr 2025-ci ildə məhkəmə ilkin hazırlıq icrası olacaqdır və ilkin hazırlıq icrasında etibarnamə, həm də müqavilə üzrə mən vəkili kimi iştirak edəcəm. Bu məsələləri də məhkəmədə bildirəcəm. İnşallah, çox təşəkkür edirəm sizə də ayrıca, minnətdaram. Bax, buradan bir şey demək istəyirəm. Baxın, sabah bu Füzulinin uşaqları böyüyəcək və bu kadrlar hamısı tarixdir. Onlar baxacaqlar bu kadrlara və onlar hansı hissi keçirəcəklər. Atanız bir il boyunca yalvardı sizə. O adamın qabiliyyətinin, iş qabiliyyətinin nəyə qadir olduğunu, necə olduğunu biz hamımız bilirik. Siz bizdən də yaxşı bilirsiniz. Sabah bu insanı heç kim qınamasın ki, nəyə görə gözəli seçdi, niyə Qəbələyə getdi. Bu adamın bu saat balaları ilə vaxt keçirən vaxtıdır, yaşıdır. Bu adam nəyə görə bugün bu vəziyyətə düşməlidir? Zalim mənim, səhhətində problem nədir? Bax, vəkili də dedi ki, qabaqcadan biz artıq onun səhhətində problem olduğunu bildirib, aliment məsələsində kömək istəyəcəyik. Bu aliment onun arvadı üçündür, aliment uşaqları üçündür. Hansı uşaqlar? O uşaqlar ki, səhərdən axşama kimi onu söyürlər. Yaxşı, bizə atalıq eləməyə bunun səhhəti yoxdur, amma 5 dəqiqənin içində qeybor təzərrüvat tapmağa səhhəti var. Doktor, əgər ekspertiza olunubdursa və müayinələrdən keçibsə və biz obyektiv olaraq bilirik ki, bunun səhhətində hansısa problem var, problemin adı yoxdur. Problem adı, mən onun epikrizini görmək istəyirəm. Əgər vəkili onun adından məhkəməyə müraciət eləmək istəyir ki, bunun alimentlə, biz aliment məsələsində mən çox həssasam. Kişilər bilirsiniz nə edir? Yoxdur da, imkan yoxdur, eləmirəm. Doktor, çox üzr istəyirəm. Bəs ana, bir dəqiqə sözümü kəsməyin. Bəs ana nə etməlidir?
Ana xəstələnmir heç. Ana heç işsiz qala bilmir. Ananın səhhətində problem olmur. Ata bir 100 manat, 200 manat pul verəcək deyə ayda. Ondan boyun qaçırmaq üçün 1000 dənə problem çıxır ortalığa. Biz nətərdir? Gücüm yoxdur, eləmirəm də. Bəs ana nə etsin? Doktor, siz düzgün anlamadınız. Biz sadəcə olaraq köməklik məqsədi ilə bu məsələləri qaldıracağıq ki, alimentdə heç olmasa müəyyən bir qism güzəşt olsun. Füzuli Nə alimentdir ki, onda nə güzəşt olsun? Öncədən biz Nə aliment deyəndə ki, bu adamın axı aylıq qazancı da heç o boyda deyil. Neyniyim? Yaxşı, baxın. Qazancı yoxdur. Onda niyə ailəsinin Bəs xanımı uşaqlar niyə dağıdırdı? istəmir? Niyə evindən bunu çıxardı, batırdılar çölə? O başqa Nəyə problemdir. görə? Baxın, O başqa problem də onda problemdir. xanım niyə Biz edirdi? alimenti Bəs onda ailə bu da üçün tələb vermirik, eləsin, uşaq onda üçün Füzuli veririk. də tələb eləsin, onların əlinin zəhməti ilə, qabarı ilə tikdiyi palçıqdan idi, qamışdan idi, nə bilim gəzildən tikilmişdi, Əşyaları nə bilim həmçinin. qarğıdan qurulmuşdu, fərqi yoxdur. Əlinin zəhməti ilə 15 il qurduğu evi niyə uçurub, dağıdıb, yandırıblar? Zəhmət çəksinlər, bunda pulunu qaytarsınlar o zaman. Yəni burası da var amma. Bir il ərzində Füzuli buradan balalarına, xanımına, oğluna, qızına, qaynanasına dizin süründü, yalvardı ki, Bacardığı ailəmi qədər dağıtmayın, pul da göndərdi. ailəmi istəyirəm. 3 manat, 5 manat, 10 Nə manat, bacardısa 15 pulu manat, göndərdi. nəyə gücü çatdısa onu göndərdi. Biz alternativ fikri dinləməmişik. O biri tərəfin Yox, fikrini bilmirik. bilirsiniz, Biz alternativ Füzulinin fikir eşitmişik. həyatının faciəsi başladığı andan başlamışıq burada Doktor, onu müzakirə alternativ eləməyə. fikir eşitmişik. Alternativ fikir qoşulublar. Biz onu istəmirik. Öncədən- O atamı istəmirəm. Qız deyir atamı istəmirəm. Oğul deyir atamı istəmirəm. Niyə? Hə, amma sübut gətirilsin ki, bu kişi nəyə istənilmir bu evdə? Əyyaşlıq eləyib, tərbiyəsizlik eləyib, başqa insanlarla o vərdişləri adamı var, tutublar. hansı? Hansısa pis vərdişləri mi var? Evdə kiməsə qarşı şiddət mi göstərib? Uşağına qarşı hansısa bir şiddət göstərib? Əsla. Bu adam, bəli, bu adam istənilmir. Onlar yeganə səbəblər deyil. Bəs hansı səbəb Mən var? bilmirəm. doktor. Mən bilmirəm. Siz Necə? tərəf Yəni burada- ailəni dağıtmaqdan ötürü mən onda belə çıxır Füzulinin ki, xanımının- çıx elədik, gəlin ailəni Mən dağıdaq. Füzulinin xanımının vəkili deyiləm. Mən Füzulinin uşaqlarının aliment hüququnu əlindən Biz alınmamasını istəyirəm. aliment hüququ Mənim ürəyim alınmır. getdi Ay, burada. doktor, sizdən Ürəyim danışırsınız. ağrıyır. Amma alimentdə Aliment köməkli hüququ eləyin də. kimsə ala bilməz. 150 manat əvəzinə 100 manat verək də bu Xeyr, kasıbdır. kimsə- Kasıbdır, kimsə uşaq acından aliment ölməlidir. hüququndan Yaxşı, məhrum məni olma söyən bilməz. uşağa mən niyə pul verirəm? Aliment Siz onsuz da tərəf- aşağıdır. Şeyin doktor. Onda Səni yoxdur. təhqir edən. Uşaq səni söyürsə, demək sənin özündə günah var. 14 yaşında uşaq sənin əleyhinə nəsə deyirsə, demək səndə də nəsə var. Yox. Gəlin burada biraz obyektiv yanaşaq məsələyə. mən obyektiv yanaşıram. Yox, bu obyektiv yanaşma Yox, doktor, deyil. siz Bu, tərs tərəfdən anlayırsınız, üzr istəyirəm. O hətta o dəfələrlə siz yəqin tanış deyilsiniz. O dəfələrlə özü Füzuli qeyd edibdi ki, mən hətta yoldaşımı qoymamışam işləməyə. Özüm qazanmışam, özüm baxmışam Nə ailəmə. qazanıb Və daha bu dəfələrlə- milyon qazanmalı deyil ki. Və dəfələrlə onun uşaqları bu verilişə zəng eləyərək imtina ediblər, təhqiramiz atasına sözlər deyiblər, gəlin bunu da başa düşək. O da kişi xeylağıdır. Mən tərbiyə eləmişəm, Psixologiyası uşaqları. var. Yox, baxın. Mən tərbiyə baxın, Yaxşı, eləmişəm. bu ana tərbiyə eləyir. Füzuli Ata tərbiyə səhərdən eləyir. axşama kimi Əşi bilirdi də çöllərdə. Füzuli yanlarında deyil. Ondan qabaq yanlarındaydı da. Sevgisini elə göstərirdi ki, mən elə göstərərdi ki, Doktor, siz uşaqlar niyə ondan üz agresif döndərməzdi. yanaşırsınız? Sənin uşaqların səndən üz döndərirsə, demək səndə də var. Doktor çox üzr istəyirəm. Yanında qalırdı, biri Isxınazarda, biri otaqda qalırdı da. Hər gün zəng eləyirdi uşağına, oğluna da sultana, bir də qızına. Hər gün ağlayırdı, hər gün ağlayırdı. Həm qızı, həm oğlu. İkisi də başladı söyməyə. Amma İkisi pul də başladı, lazım olanda zəng eləyir. axırını Pul gözləmədən lazım olanda- başladılar heç nə pul lazım olanda söyməyə. zəng Amma bu eləyir. adam ağlaya Çünki bilmədi. Füzuli evdə zəif bənd kimi təqdim olunub ki, bu söylə bilər, buna hər şey deyilə Kim bilər. təqdim eləyib? Ay, evin kişisi mənəm, mən kim təqdim eləməlidir? Ay doktor, sən indi belə xarakterdəsən. Mən O söhbət elə mənim deyil. xarakterimi də. etmir. Sən ailə bax. Yenə deyirəm, kənardan görür necə görsənir. Füzuli burada 5 dəfə, 6 dəfə dedi ki, mənim imkanım oldu. İndi imkanım yoxdur da eləyim. Bir dəfə imkanım oldu 50 manat göndərdim. 50 manatla uşaq yaşamır. Nə də 150 manat alimentlə uşaq yaşamır. Amma kənardan, kənddə, kəsəkdə qohum, qardaş, cəmaət, Azərbaycan xalqı baxır ki, bu buradan tez elə moment tapan kimi özünə bir dənə arvad tapdı. Bir özü ayağa qalx, bir özün dirçəl, bir öz ayağın üstə dur. Orada qoyduğun 2 uşağı dolandırmağa, aliment verməyə gücün olsun, sonra evlən də. Bu alternativ fikirdir. Mən buna bir şey deyə bilmərəm. Amma Siz şeyin kimsiniz? həkim, mən sizə bir şeylə razı deyiləm ki, siz həkimsiz. Gözəl Mən həm də şəxsiyyətsiz. atayam, mən həm də Bilirəm. kişiyəm. Sizin iş rejiminiz elədir ki, siz saat 9-da gedirsiniz, axşam 6-da çıxırsınız, gəlirsiniz ailənizlə tam şəkildə maraqlana bilirsiniz. Amma Füzuli fəhlədir. Səhər saat 7-də gedir, axşam saat 9-10-a kimi əziyyət çəkir.
onun ailəsində uşaqlarını tərbiyə edən onun qadınıdır və o da düzgün tərbiyələndirmir. Nə də olsa onun atasıdır. Axşam az da olsa, yavan çörək də olsa o gətirib balalarına verirdi. O demək deyil ki, ana bugün uşaqlarını atasının üzünə durdursun və desin ki, siz atanızı saymayın. Uşaqlar da Nə bilirsən? yaşından asılı Şahid olmayan- olmusan? Və bu nədir? Nə bilirsən? Nəticə nədir, həkim? Ləkə yaxma. O qadın burada yoxdur, onun adından... Yox, siz çox Nə aqressivsiz bilirsiniz? incimin. Veriliş açılan kimi siz Nə aqressiv bilirsiniz o yanaşırsınız. qadın onun uşaqlarını öyrədib? Nə bilirsiniz? kimi öyrədir? Nə bilirsən? Bu Nə qədər bilirsən? Burada problem bilirsiniz nədir? Birincisi o qadın bilirdi ki, əri bu vəziyyətdədir. Zəhmət çəkib 3 dənə uşağı doğmayaydı. 2. Bəli, 2 olsun. Ana fikirləşir ki, əgər evladlarını bu cür tərbiyə eləyib, ailədə münaqişəni yaradan anadır. Ana evladlarını düzgün Şamil Şeyxi, Şamil Şeyx Şeyx eləyən Şamil. kim idi? Şeyx Şamil. Şeyx Şamili. Bəli. Xanımı idi. Evə girəndə durmalısınız. O da bizim xanımlar bugün ərlərinə qarşı çox aqressivdir. Evdə uşaqları da ona qarşı